Baş sponsor Soundride, Lovell traktorları, xüsusi sponsorlar Patron tulları, Azərbaycanın kolası Buz Kola, Xınalı Otel. Münasip. Haydi Münasip gözü bağlı mən hara aparırsan nə sürprizi bu belə? Gel bura, sürprizim var senin. Açma ya gözünü. Hayda. Buradan bakarsan oradan. Yok Gel Münasip. bura. Yavaş. Gel bura. Yavaş yavaş. Korkma ben idare ederim. Gel bura. Yavaş yok bakma. Bakma ya, Nisa. Bakmıram. Nisaba traktora yakınlaşmışım. Ha. Gözde ben kalkayım. Sen kömək gezem. Tez ol Münasip. Gel hani seni ver mənə. Buradayım burada. Münasip. Gel bura. Bayağı kaldır. Gel. Bu nedir? Gel. Tüleken Aysun. Bir yana hangisi? Hayana. Kirmisən ne özü bir gel. Ayda yavaş. Aysun gel. Münasip. Gel 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 gel. Düz Baba, gelirsin baba, gel. Hadi ya. Yavaş yavaş. Az kal. Diyan. Yavaş Hadi, yavaş yavaş. Hadi. Ha tutmuşam korkma. Bura göre Sahara. Ha düz. Ha. Ayağım çat. Qabağa. Çok gitme gözde. Gözde. Hə. Hazırın yıkılmasın kökəlmişsən. Ay, resim. münasib. Gel gel. Hə. Gel. Heyecanlıyam. Gel. Hazırsan. Hə. Hazırsan. Hə. Sürpriz. Görsen Ay. ara geçmişim. Münasip. Ay can. Ne güzel yerdi bura. Başıma geldi. Ay da süper. Deyirəm Münasip. Ay can. Deyirəm sən lap özü Türk serialındakı biznesmen Levent Bey kimi aparırsan. Ha Nisa bak onu düz deyirsən. Arvat var kişini biznesmen Levent Bey kimi eləyir. Arvat da var ki kişini yarpaq dökümündəki Əli Rıza kimi infakt eləyir. Münasip deyirəm nə yaxşı bu gün unutmamısan. Dəlisən Nisa. Ha bu günü unutmaq olar. Bu gün mənim Vüsala çatdığım gündür. Can. Bu gün onu aldığım gündür. Kim aldığın gündür? Ha kız Lovalı da. Ha bir ili tamam olur da. Deyirəm qurban olasan Lovell traktoruna. Yoxsa səni o Əli Rıza bəyin gününə salardım ha. Bildin? Mənə bax pulları da tapmısan. Nisa, pul deyəndə ki, meydan mənə borcu yığılıb qalmışdı. Dedim, bura bax meydan, qardaşlıq qoy bir qırağa. Mənə pulumu ver da. Ötürədim oldu mu? Nə qədər idi ki? 500 manat. Səni yerə soxun münasib, bildin? Sənin arabadın gedib baharı marka brendlərdən geyinmir. Bu 500 manatı götürə par ver onu. Ay qız, əsas odur ki, pulu almışam. Gəl gedək görək sənə nələr göstərəcəm. Gəl dalım. Dur da. Hə, gəl. Yenə sürprizlər var. Gəl isə, gəl. Qardaş, bizim traktorda gözün olsun. Cedi baba yavaş. Hadi yavaş bir yandan. Ha ced. Ced de üreyle ced korkma. Ya da gözüm görmür axı da. Çurpiri. Diyan. Hadi can. Nefes bir tut. Tuttum. Çurpiri. Budur. Ayo. Çayda çay çocuğa bağlamışam. Ha. Uyuna bağlamışam da çay. Yaylı kalmışam. Bakın. Baxma da. Necədir? Laçet düzüyə bax. Görmürsən ki, nə gündəyəm ki? Ayıbdır, belə sürpriz olur, kül olsun mənim olan günümə. Heyf məndən. O vaxtı sən mənə elçi gələndə atama dedim ki, öyrənin görün, oğlan işləyir ya işləmir. Dedi ki, yox, işləmir. Elə sonradan sonraya bildim ki, sən başın işləmir. Onu deyirmişlər mənə də. Giz kimi bilməmişəm ki, nə məsələdir. Fırçanda da açacağım. Mən o vaxtı da başım işləyirdi, nağara çalırdım. Hə, gör. Nağarın olub sənin. Nağarın var idi o vaxtı. Nağara. Hada xəbərim var, qardaşın arvadını götürüb aparıb istirahət mərkəzinə. Mənə bax ölüb qalmışam evin içində. Ne olan da, sən də mi yapar? Hada
arvadı götürüb aparmıyor bir qardaşımı. Qardaşın arvadını götürüb aparıb istirahət mərkəzinə. Mən evdə qalıb çürüməliyəm ki. Əfruc, sən ərün, hələ belə oğlan deyil. Dur cinayını canı aparam olan yanına otelə. Hadi pulun var sənin. Hə, nə ilə geziyor ha? Buranı məndə də dünənlər toyda patladım cam Əfruc. Ne var 1, 2, 3, 4, 5. Bunu burada xərcləyəcəm. 1, 2, 3, 4, 5. Bunu da orada xərcləyəcəm. 1, 2, 3, 4, 5 bəçündür. Bu da Mənə mənim. baxırsan toyda oxuyursan, nağara çalırsan. Amın nəlbəçilərdə, rumkalarda, indi də işləyib çalıram, Oradan. Hə, sağ ol, gedək. Qulaq as. Qucağı da götürün. Aparım qoyum otağa. Birdən götürüb istifadə eləyərlər. Götür, hə. Götür. Bundan özüm pişirib yeyərəm yeməklərimi. Çək, çək. Dəqiq deyirsən ki onda. Hə. Mənim nağaram hardadır? Hamamda vannanın içində. Ay dünən nəçi məndə qaldı orada, mən çağırdım necə? Eşidirsən? Ne var? Sən bu qardaşın günü məni də yığıblar boğazaya. Səhərə kimi mənim üçün nağara çalır, tappa tutpa durub. Qoyun bir yatmağı. Hələ qardaşın arvadını demirəm. Bir dənə əlini ağdan qaraya vurmur. O dəfə qonşu gəlib bizə. Onların qabağına elə bir çay qoyub ki, elə bir 5 dəfə çay içiblər. Yaxşı da Nisə də. Ha bura istirahətə gəlmişik. Dincəlməyə gəlmişik. Götürmüsən problemlərimi gəlmisən bura. Qutar da da. Başa düşmədim. Yəni problem məndədir. Ha səndədir də bəsdir də söz eləmə hər şeydə. Hələ onların tərəfini tut sən. Ha yaxşı. Bunlar burada nə edir? Çək. İndi bir də belə çək. Çək. İndi bir də belə çək, belə çək. Belə çək. Gözəl, gözəl. Belə çək, belə çək. İndi bir də hoppanacağım. Yaxşı düşdüm. Baxın. Baxın. Hə, nə gözəldir. Geçək, gedək, gedək. Oy! Aa, Ay dədəsi evində də, ər evində də görməyən Əfru. nə olur? Sən burada nə işin var ha? Sən hara, buralar hara? Az patlayırsınız ki. Kim? Az biz meydancımla her həftə 8 mən 9 bu oteldə istirahətdəyik. Cım, nə deyirsən? Sağlığı var, meydancım. Şimdi meydan qardaşına var ama pul kazandı. Oldu meydancım. Sən hardan bilirsən ki meydancım pul kazanıb? Bu hardan bilir ki? Az bilirəm də. Hardan, hardan? Ərimin borcunu qaytarıb. Ha, deyibdi mi can bacıya? Nətər olmaq? Mənim arvadımdan gizli sırrım yox. Bəli. Ada, sən əlvə pul düşən kimi aparıb bunlara nə iş verirsən ki? Borcum var, buna borcum var. Bu suitiyə. Ay yazı. Kimdi yazdı? Ay çün. Ha, nə olub ki? Borcumuzu qaytarıb da. Hə. Ay qoca nemesiti. Mənə deyirsən qoca nemesiti? Bax. Ay 50 köpüklük ilan balığı. İlan- Gör kimə nə deyirəm. Öylələ. Gedək, biz ver onu mənə, ver onu mənə. Uy. Ay kız bu ne da? Ada tut beni. Ne olur? Otele prostina dəsti gətirmisən, pastini gətirmisən. Nə olsun? Ay yazık. O seriallara boş-boş baxmaqdansa, Ha. bir diqqətli ol da bax da otellərdə nə olur, nə olmur. Özünlə prostina Az gülmə, ola bilsin ki mən bunları bilmirəm, amma zato mən səndən fərasətliyəm. Nəyində? Az hər şeyimdə, az. Mən döşək sırıyıb yun çırpanda sən iki ayağı bir başmağa dırıyırdırdın ki, cadu eləyib münasib qardaşa ərə gedəsən. Gör bilmirik ki. Ay yazık. Gidətdir az. Az get. Şmiş kələmə xüsusən. Az yer, az get. Getdi meydancım. Yazık. Lay 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 lay. Öyle ya. Lay 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 Çok lay güzel. lay. Ha, yaxşı. Çırıram səni. Yaxşı, səbirli ol. Yazık. Görən gör. Aa, çürü Boş başı verib var. tutmaz mı? Mədəniyyətsiz, qabiliyyətsiz. Az fikir vermə. Ölələr. Gəl. Gəlib özləri götürürlər. Mərfət yox bana zaten. Gəl də. Ölür də, ölür. Ona bax, Ha, ona bəs- bax. Sən də sən. İtin qızı, it bəsdir də. Gəl həyatım, gəl. Daha vaxtarsan burada. Baş qoşma, gəl. Öl. Futbol oynayır mənəni. Heç arvad Biraz səni. yeri. Ölələr, ölüm. İşıq sönüb üçün. Bəlkə deyirəm karta pul vurmaq lazımdır. Necə çıxır? O qədər pul vermişəm mən bunlara çıxın öt çəkirlər. Ay çuşka, orada kart yeri var da, salırsan oraya ışıqlar yanır da. Nisə, sən nə evə lazımdır olar? Ha bəsdir də. Çuşkalar da, düzdür, çuşkalar da. Az yaxşı. Meydan. Ay can. Burada susam var ki. Hardadır çişan? Şimdi burada yox deyirəm, yəni susam var ki, gəldiyimdə susam dərmanı qoyublar. Bax. Baxım. Hadi. Yağın çişanlar bakı bu da buranın çişanlar. Bak. Ay yazıq o, sisan dərmanı da öyle kley diye. Nisə,
İstirahət eləməyək biz. Biz bura nəyə gəlmişik? Dincəlməyə. Ha, sən lazım da olar. Qardaşım günü imkan verir ki dincələk. Bəlkə gedib başqa yere dincələk. Hara getsəniz başqa yerə. Pul vermişim bura. Pul ver. Aa doğrudan Yaxşıdır, düşdü. Diyan. Güzel. Eşidirsən? Hə. Gedəndə yadıma sal gedəndə. Bunları da aparaq. Düşütkası qəşəng. Bunlar nə edirsən? Ya da pul vermişsən də. Dışarı cicim. Yapışsın belə qoxdu. Kimdə şən? Ciğerim yanır. Yəni mən əsasım az gözlə. Canım mənim can. Ha, buyur. Sizi ödənişə görə nəlat eləyirəm. Ödənişə görə mənim ərim hər şeyi ödəyib. Yəqin bunlarda da problem. Kim az, bizdə xeyr, mənim də ərim ödəniş eləyib. Başa sal necə elədin, nətər elədin, deginə. Üstüm aşağıda çıxartdım. Dirib, dəp. Çaydım pulunu amca. Məsələ budur ki, hər ikinizin ödədiyi pul saxtadır. Anayda, dünən sən kimin toyunda olmuşsan, hə? Saxta pul almışsan onlardan. Pırılda hakimin oğlunun toyunda. Kül sənin başı var, yerə soxun boyuvu. Kimin ərinin boyun yerə soğursan az, mənim ərimə xod eləyirsən. Az nə deyirsən, az Sən nə deyirsən, az? Az burada Sən nə yox. deyirsən? Az Sən burada yox. Elə bazarlıq eləmək olar. 90 qram pendir, 6 dənə də zeytun. Şimdi indi mi? Aa, indi biraz da çox olub da o biləsən. İndi 3 nəfər idi, israfçılıq eləmişəm əslində. Vay, sən düzələn deyirsən. O pendiri lezbe ilə elə nazik kesirsən ki, yandan baxanda pensiya kartı oxşayır. Ay qız, o pendiri mən bir sən necə əziyyətdən almışam. Onun bunun qəbir daşına şeir yazmaqla ölü qalmayayım bir dənə. Eşidirsən, özə təbim olmayan vaxtı yazmışam. Gedib qonşu qəbirlərin daşının üstündən oğramışam şeirləri. Məsum kişinin oğlundan 10 manat aldım ki, yazım atı onun qəbrinin üstündə. 10 manat da verməyib mənə indi nə kimi verməyib. Bu pulu da yığmışdım o vaxtı kitabın arasına 1-2 manat. 10 pulunu almışam. Diyan, gəldi. Yadında saxla. Əlim batıb mı, bala bilmirəm. Bir qatıq nədir ki, çala bilmirəm. Borclarım yığılıb, ala bilmirəm. Üçündən 10 manat alacağım var. Yaxşıydı. Sən düzələn deyirsən. Bax, bunu mən yadda saxlamıram. Bircə ona sevinirəm ki, axşam serialım var, patron tumum əlimdə, afaqla oturub bir yerdə ana bala çırtlayacaq. Ay qız, o patronlar mənə də saxlayın, mən də futbola baxacağam. Gözdə saxladıq. Xıtlayıcıyam. Ay afaq, gəl bu bazarlığı əlimizdən al. Əllərim qırıldı, daşıya bilmirəm. Bu nə dayım ama? Deyərdiniz pul verərdim, yaxşı bazarlıq eləyərdiniz də. O qədər şey lazım idi ki. Kızım, bak mamayı da demişəm. Diqqətdən qulaq as. Evə birdən kartof lazım oldu, nə bilim, pomidor göy-göyərti lazım oldu. Qonşunun bostanından götürün. Bir də əsas xiyar lazım oldu. Salmanın dükanından götürün, onsuz da mənə 1 manat 50 qəpik borcu var. Bir də ən əsası qoydum. Hara qoymuşdum onu? Hə, burada gizlətmişdim. Bax, bu yağı, patron yağını ehtiyatla işlədin. Mən ancaq bu keyfiyyətli yağla yiyirəm ha. Birdən çaşarsınız, keyfiyyətsiz, ucuz yağla mənə yemək pişirərsiniz. Başınızı oynatsaram. Bax, yoxsa bir ay mədəndən şeir yazaram ha, bildiniz? Bu yağ. Canavar səsidir. Həyətə canavar girin. Toyuqçudan götürüb apararlar. Tüfəngim burada, tüfəngim. Gel bura. Şimdi belə. Hana canavar. Hana gəlib toyuqçudan aparmağa. Nə danışırsınız Bəxşiş qardaş? Burada canavar var. Hanı? Uluyur bu canavar. Bu nə deyir? Bax Şeyş dayı, canavar dölü ulayan atamdır. Dişi ağrıyır. Dedi gedək qudamgilə, bəlkə düzəldi də. İnanırsan, lüxtiş deyil. Kim işləyir? Lüxtiş deyil. Bəxşey. Bəxşey. Gördün? Mən bu gecə yatmamışam dişimin ağrısından.
Elə bilirəm beynimin içində preparatorla, balkonla xunağın arasını açırlar. Düdü olmur. Beynim partlayır bak şey. Beynim partlayır. Da bildim de burası senin için kent xəstəxanası zatdır. Get xəstəxanaya da. Bilirsən nə deyirəm? Deyirəm gəl elçilik eləyək. Mən səndən qızı istəyim, oğlumsun. Deyirəm yox. Mənim də elə bir ki fikrim qalsın. Yox da dişimin ağrısı yadımdan çıxsın. Nə deyirsən? Bax Şeş qardaş, siz necə adamsınız hə? Biz o qədər yol gəlmişik, yorulmuşuq. Kişinin dişi ağrıyır. Sizdə o qabiliyyət yoxdur ki, bizi içəri dəvət edəsiniz. Ona görə də biz özümüz keçməliyik. Dayan tərpənmə, dayan bir görüm. Mən bir ofçuyam, gərək şir görüm. Təzə qohumlardan nə xeyir görüm. Öz qohumlarımdan xeyir görmədim. Bir dayı oğlum borca pul alıb vermir. Bir xal oğlumda da mişar qalıb vermir. Əmi oğlum 5 toya pul salıb vermir. Öz qohumlarımdan xeyir görmədim. Qulaq as, Liechtenstein. Nə deyirəm, saxla. Onlara dəymə. Mənə çevir onu. Ne inirsən mənimlə? Sən Rembo'ya baxmısan? Orada dedi, hala, bir daha belə. Bir daha belə. Eləyə bilərsən belə. Rembo 1'di bu oğlan. Rembo 2'di bu oğlan. Rembo 3'dü bu oğlan. Girin içeri. Keçin içeri. Seninle sen vuraram topuğundan. Eləmə. Gir içeri. Eləmə. Gir içeri Liechtenstein. Şeylərim Gir içeri. Ele yerinden vuraram. Ne oturuşu bilersen ne duruşu bilersen. Gir içeri. Vay 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 vay. Vay 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 vay. Terlana kalpasa yoktu. Kolbasa demə, kolbasa demə. Mən sənə kolbasa versəm, bax Şeş məni boşayar. Bu nədir? Başa düşmədim bu evə pendir alıb gətirmişsən, pendir yiyirsən. Dava durun başsın bayra. Bax Şeş qardaş, elə deməyində uşağım qorxur. Elə bilir ki, siz doğrudan da bizi evdən qovursunuz. Mama qurban, zarafat eləyir, şeir deyir. Onsuz da mən neçə gündür heç nə yemirəm dişimin ağrısına görə. İnanırsan karnım gurulduyur, ölürəm. Mən şeir zattım ha. Dedim durun başsın bayra. Gıda, sen bilirsən ki, samasfaltdır bu oğlan. Qabağıma kim çıxsa əzərəm, belə keçərəm. Onsuz da əsəbiyəm, dişim bir yandan. Sen de beni qıcıqlandırma ya, sakit otur. Sakit otur. Au. Terlana şirin çay yoktu. Nə? Şirin çay, mənim sizə beləsi qızım yoxdur. Niyə? Kənddəki dərmandan çox üydürə bu. Taptım taptım. Kalpasa taptım. Ha. O kalbasanı mən bayram almışdım Sen ölləsən. Ya. Haydi Şiyavan. Qurban olum, ne oldu? Dişim düştü, dişim düştü. Ya, ağrımır, ağrımır. Öpüm seni, girdim gedek. Kudam girip dişim sağalacak da. Sağaldı, öpürem ha gidelim. Yık kalbasanı, yık okulmuş olsun. Teşekkür düzen. Sen ver kalbasanı bayram almışım. Teşekkür düzen. Kalbasanı ver. Vurma uşağı. Əzim be. Ay, yesin be, çıxayım onu. Deyir kardeşim, hayat seni sıxırsa narahat olma. Bak üzüm sıxılır, ondan şərab olur. Belki hayat da seni sıxacaq, senden nəsə olacaq. Gör nə gözəl sözdür. Gözəl. Sağ ol, sağ ol. Qulaq as, bu nə maşındır belə? Reklamı zadda var. Bu Sandrayt'dır da taksi şirkəti. Orada işləyəndə ayda 1000 manat maaş alırsan. 1000 manat maaş. Ha, 300 manat bonusun olur. Xərclərini də ödəyirlər. Canım sənsin, maşını da özləri verirlər. Çaq-çukun da olur. Sən nə istəyirsən? Bəs sən niyə orada işləmirsən? Mən işləyənmərəm də, mənim öz işim var da, mənim işim başqadır da. Ay, yaxşı da, dayından taksi sertifikatım yoxdur da ona görə. Mənim taksi sertifikatım yoxdur deyəndə ki, mənim ayıq vaxtım var ki, taksi sertifikatım da olsun. Amma sən gelib işləyə bilərsən, sən az vurursan da. Düşürəm, doğrudan maraqlı gəldi. Ged otur maşına bax, ged otur bax. Baş sponsor Soundtrite. Ne var? Neye gelmişsin az yine? Sən niyə gəlmişsən? Neye? Görüm sən işləyirsən, ya yalan danışırsan mənə evdə. Sən belə hər gün evə gəlsən, cumraq gəlirsən. Bu necə işləməkdir? Az bilsə, cümlək gəlməliyəm də. Bax, bu Lobov traktorunun ergonomik kabinəsi və rahat idarə etmə sistemi adamı yormur. Başa düşürsən? Ergonomik nədir? Mən başa düşmədiyim sözlərlə mənim başıma aladırsan. Az, yox, gəl görüm buraya. Ergonomik, insanın rahatlığı və sağlamlığı nəzərə alınaraq hazırlanmış dizayn deməkdir. Bildim, bəs yaxşı, bu necə olur ki, sən işdə olanda yorulmursan, evdə olanda yorulursan? Aynısı,
Hər şey açıb demək olmur. Ha. Orasını özün yaxşı başa düş də, yəni. Nə demək olmur? Nə demək olmur? Başladın yenə. Ha belə münasibətdən soyur ha. Baş sponsor Lovell traktorları. Allah bu çiyinlərə getsin. Bu qola. Quda necəsən? Neynirsən? Keçdin bizim tərəfə idman eləyirsən. Buraxdın şehrin başını. Bu da yaxşı gəlmirsən. Əslində sənə bir işim düşüb. Evin yerin dəyişmək istənsə problem yoxdur. Dişimlə belə dartım aparım hara deyirsən. Yox, gör nə deyirəm. Nə deyirsən? O dəfələri arvadım məndən dedi ki, sən qocalmışsan, yaman dəyişmişsən, keç biraz idman elə. Doğrudan. Gəl sənə bir məsləhət verim. İdmandan da qabaq əsas sağlam qidalanmadır. Qatqısız, soyuq, sıxım, günabaxan yağı. Bununla bişən yeməklər həm dadlı olur, həm də keyfiyyətli olur. Qəşəng. Gələ bunu arvadat məsləhəti yemək pişirsin. Kotlet eləsin, ye. Ged evə, olarsan sağlam. Nə yaxşı. O sən kimi deyim də bir dənə. Necə patron yağıdır bu oğlan. Yox, möhkəm. Patron yağıdır bu oğlan. Patron yağıdır bu oğlan. Ürəklə dinən. Patron yağıdır bu oğlan. Ay sağ ol. Mən gedirəm, sən tez-tez dinən. Allah, mən dedim. Xüsusi sponsor Patron tumları. Meta FM'dəsiz. Mövzumuz yeyib içməkdir. Elvar Usta qonağımız olacaq. Ona suallarınızı yazın göndərin demişdim. Hal-hazırda telefon xəttindədir. Salam Elvar Usta. Salam aleyküm qardaş. Necəsiniz? Nə tərsiniz? Nə var, nə yox? Çox sağ olun Elvar Usta. Deməli Elvar Usta, Vaqif adlı dinləyicimiz yazır. Məndə yarım litrdən sonra getmir. Sizcə bu nədən olar? 67 yaşım var. Ümumiyyətlə 60 yaşdan yuxarı çox adamlarda bu problemlər baş verir. Ona görə də qardaş, mən sənə bir söz deyim. 70 litrdən bir arağı dəyişmək lazımdır. Gördün bu getmir, başqasına keç. Öz arağımı tapana kimi axtarışda olmalısan. Bir də vaxtında bövrəklərimi göstər. Rasim adlı dinləyicimiz yazır. Nə yazır? Normal çubuş səncə neçə olmalıdır? Normal çubuş məncə olmalıdır 4.50-4.80 arası. Rafiq adlı izləyici yazır ki, Farmakon arağı almaq istəyirəm. Nə məsləhət görürsünüz? Nə arağı? Farmakon. İçmə qardaş, yazdıqsan. Canıma yazdığın gəlsin. Bir köpüklü araq da öyle o. Çox sağ ol Elvar Usta. Suallar olduqca sizə qoşulacağıq. Gözləyirəm. Sağ ol. Elvar, Akbay verdim. eşidirsən? Radyo qoşulmuşdum, Doğrudan. Tamam. Nə yaxşı. Məsləhətlərimi verirəm. Əla, qulaq as. Mənim tanışım bax xaricdə yaşayır. Mən də ora köçmək istəyirəm. Evi satıram. Mən köməklə elə də evi satım. Satım sən oradan yaxşı pul verəcəm. Dəqiq. Hə. Qonaqlıq zad öz yerində. Hamısı. Sataq da ev hardadır? Bax burada idman zalı var ha. Oradan düz gəlsən, sağa dönsən orada həyət. İdman zalı mənə tənqid də. Mən yeyib sən oğlaram. Mən restoran deyirəm, kafe deyirəm. Mən belə bilməyəcəm axırın. Hansı restoranın yanındayım? Zahar kafesi var Oradan da güzəlin solunda. Oturmuşam da orada. Ay sağ. Zahar kafesi. Hə. Gedək. Gedək. Gedək, mənim gözüm üstə. Sağ ol. Mən radyo qoşulacaqdım, intihası. Sonra qoşularsan da. Əli ver. Təcili getməliyəm. Bunları nə varım ben? Heç də bunu götürüyor patronu da mənə. Bir çitdiyim onu. Gəl hə. Yolda gedə. Radyom. Burada telefon. Gəl qardaşım, gəl bəri. Bax. Evi gördün. Bu da bunun həyəti. Qəşəng bax istəsən, həyətində də yeyib içməyə qəşəng yeri var. Yuxarıda da qəşəng yeyib içmək üçün atletin yeri var. Özün də vuransan da deyəsən. Elə də, hə. Özə buranın bir dənə üstünlüyü nədir mənim qardaşım? Burada qapının ağzından avtobus keçmir. Avtobus qapının ağzından keçmir. Düz başa düşdün. Həbə sən növ keçmir. İndi bax, vuran adamsan da, yedin üstün, axşam gəldin piyan, qapının ağzına gələndə avtobus sən vurdu. Hə də, nəyə lazımdır? Keçməmək yaxşıdır. Və yaxud da axşam həyətdə belə fırlansan, qapını açdın, avtobus keçdi üstündən. Yox, elə olmamağa yaxşıdır, Olmamağa yaxşıdır. Özdə bu həyətin üstünlüyü bilsən nədir? Mən dedi səni vuranam. Bura bir dənə stol qoyursan. Ay can, ay can. Süfrəni bəzəyirsən. Özə nə? Nə? Ruski süfrəsi açırsan, Ruski stol. Ölürəm də bu Ruski stol üçün. Özə nə? Balıq, kapsonlu, nə bilim orada xiyarı, turşi, hər bir şey, baş soğanı. Kapsiyonu balıq mənim canım ciyərimdir. Ölürəm. Əla söhbəti. Mənə bax, bu Ruski stolu elə təriflədin ki, mənim də ürəyim istədi. Belə bunu deyib keçmək olmaz, bəlkə yüngül varı oturağın. Sən də da
Bax ağac da var burada. Biz makleriyə xəstəsən, makleri içmək nədir? Ne olsun sen de? Bu ne var? Yok öyle şeyler. Yok narahattı ki, deyir makleri ya. Ne olsun? Makleri vurabilmez be. Biz de vura satırıq. Makler olanda ne olur? Vurmak olmur ki. Burada ne pis ne var ki? Elə danışdınız ki, laf belə vurmaq həvəsim gəldi. Davay ya. Neçə gündür bu ev axtarmaqdan vaxtım olmur vurmağa. Bu yaxınlarda marketdən zətdən nə var? Demirəm evin yanında her yer markettir. Özel burada bir dükkan var. O nisiye verir. Gel onunla ala oturalım. Əla. Gedək, nə gözür ya? Gedək. Doğru sen. Gedək. Sen zan. Onda biraz. Litir yarım. Bir adam hele ki bir de yarım. Olsun. 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 O benim adamım sen. Ay canım. Litir yarıma var. Litir yarım. Gel. Gel. Hesap geldi. Kaçtı gitti dostlar. Ben de gittim. Mat kaldı uşaklar. Hesap geldi. Tam eyledi 300. Kafelerin zibli çıkıp temiz yar. Kafelerin zayıf çıkıp temiz yar. Sağ ol. Öpürəm. Bu qardaş çox səmimi qardaş. Vurmağı da yaxşıdır. Bu- Mən endirim edirəm bu olsun. Nə qədər? 2000 keçirəm sənin üçün. 2000 keçsən qardaşım. Hə. Qoy mən də jest eləyim də. Bayaqdan ikinci litrdə vururuq. Qardaşım, sən belə sifətində belə qəşən belə nur var. 2000 o nura görə keçirəm. Hə. Doğrudan 1000 də mən keçirəm. Hələ belə ürəyim istədi. Doğrudan deyirsən. Bir dənə də 1000 keçirəm. Mən 3000 manatda bu qardaş deyəsən nə bürcəydin? Mən balıq. Mənim atam da balıq bürcəydi. Ha, ona görə də atamın bürcü olduğu üçün 3000 də belə keçirəm. Doğrudan balıq bürcüsü. Balıq da. Ha. Mənim bibim də balıq bürcüsü. 3000 də belə keçirəm. Siz nə yaxşı qardaşlarsınız hə? Ev də xoşuma gəldi, siz də. Mənə onu deyin görüm. Bu endirimlərlə bir yerdə bu evin qiyməti nə qədər oldu? Bax bu ev son qiyməti 165 mindir. Sən verərsən 120. Hadi 120. Əla. Gəl belə. Mən sizə $1000 beh vereyim. Ha, bəli, lazımdır. Ha ver beh vacibdir. Sən də rahat ol, biz də rahat olaq. Qalanı da sabah verərəm. Nə deyirsiniz? Sabah. Ayıb yox. Ne bu? Əla. Siz nə yaxşı qardaşlarsınız hə? Ha. Say. Düzdür. Qarış nə edirsiniz burada? Şey Əziz qarşadım. Yox. Qarşadım yox. qardaş. Əziz qurtka. Qardaş. Qurtqaşın. Qardaşım. Nə edirsiniz? Sən dedim, bir səkon deyim ya. Qarda görüm nə edirsiniz? Arkadaş, xırda yəmlə quş eləyirik. Evə müştəri çıxdı. Elə ki 120-nə satdıq qardaşa. Xan sənin başın xarabdır. Mən sənə 120 min demişəm. Mən sənə 170 min demişəm ha kişi. Mən sənə dedim 170 mindən 3000 5000 endirim elə. 120 min nə də kişi? Ki dayan görüm Evin behin mən vermişəm Və mən pulumu kim verəcək? Sən bunu qoy. Mən pulumu kim verəcək? Ay qardaş, Nədir bu? Nədir ki? Nə deyirsən qardaş? Bu qardaş bu şəxsi məsələdir də. İndi sən o həyat məsələlərinə girişmə. Kişi mən pulumu vergən. Nə həyatı sən? Həyatında da ha. Mən pulumu verəcək. Bir dakika. Dur basın bayrağı. Kişi mən pulumu kim verəcək? Dur basın bayrağı. Kaç pulumu? Basın bayrağı burada. Kişi hemen pulumu. Pulumu ver. Deyirəm aynisən, sən bu axır vaxtlar bu verilişə yaman baxırsan ha. Deyirəm ölərəm də gülməkdən. Bu verilişdə bir qadın çıxar, rus qadın. Yanında da uşaq, gələ ki münasib axtarıram. Az yürü git az, bət danışmaz. Ged öz əlim dərdini çəkək. 8 martda sən gəldi, şey verdi, paltoryan sabun, qıraqdakına bahalı duxu al deyə. Heç vaxt mənim elə şey eləməz. Ona əminəm. Hardan bilirsən ki? Hardan bilirəm? Hardan bilirsən ki? Çünki mənim ərim hər gün yerli, milli kol alır içir. Hə, bilirəm ki, onun qıraqda gözü yoxdur. Az özünüzü bu gül kimi buz kola ilə müqayisə eləməyin. Siz olsanız şey olasınız, bu çürümüş kompot. Nəfsim şəkli ver mənəm. Görü soxun boy bu, çürümüş kompot. Belə deylə məni ye. Az bu əladır da, bu çevirəm, verirəm mənim. Xüsusi sponsor Azərbaycanın kolası Buz Kola. Üzümdə qırışlar qarmon kimidir. Söz bagajım çoxdur, fırqon kimidir. Söz bu nədir? Qazaltmış altıdır bu oğlan.
satqodur bu oğlan. Bu da neynirsən? Sizdə heç də dili xoda. Nəşə? Ayaqdan şeir yazmaq istəyirəm, o qafiyyələri sözün üstə belə 30-dan bilirəm. Söz onu tapa bilmirəm. 9-dan. Bax gələ sənə patron tumu verim. Tut da beynin dincəlsin, şeir özü gələcək. Tut da. Oradan lisən. Nə demək? Tut da. Al. Ne tarihi qırışların nədir kimi deyim? Deyəm, üzümdə qırışlar qarmon kimidir. Çoxdur söz bagajım fırqon kimidir. Güllədir sözlərim patron kimidir. Adım bəxşəyişdir, karoçi belə. Ay, Gəldiyə gəldi Allah. Mənə də ver. Mən nə dedim? Özün- Sən getdin belə. Dağlardan, dumanlardan keçdim belə. Allah, get. Manlı olma. Xüsusi sponsor Patron tumları. Xüsusi sponsor Xınalı Otel. Mayda da. Burada heç vaxt açıq olmadı da. Uf. Başımı neyle qatım? Mahnım eğlendi. Ne? Bu dünyanı unuturum. Gülüm senin kuzağında. Lan ölüm istemeyeydim. Ölüm senin kuzağında. Bu dünyanı unuturum. O şimdi gene geldi. Bura gələ, unudaram nə də. Ne olur? Sən, ha. Zülməm ne olur? Nətər yanın olub ha? Derdim. Qoyunları sənə verdim ki, onları otarasan. Hə. Sən də öz aramında məni otarırsan, hə? Şimdi- Sən tiktoker olmusan, Kuşu tiktoker kulak sən, hə? Aşı sen de arvadından küsen kimi çomağa götürüp zümürsen benim üstüme. Bura Aşı gələ. dinle ne olur de ne olur. Sən mənim üçün tiktoker olub, hə bu? Aşı kim olur ben TikTok. Tiktoker olub, sən lan tiktok bilen olmuşsan, ha? Dedin dayan. Dayan, sən öləsən, səni şafta bir hala salacağım. Sən nə qanmaz adamsan, Sen ne olur be? Girdim TikTok'a gördüm, oxuyordun da, oradaydın da. TikTok herhalde o cemaat giren yer. Aşı benim pulum var TikTok'a girem. Benim hiç pul tapıp evime WhatsApp çektirebilmirəm. Benim o TikTok'ta ne işim var El çek benden de. Dayan, mən köran görmürəm səni. Sen çek benden. Sən öləsən. Şəfdə məni qatırtma. Şəfdə peki. kim ağrıyır? Şəfdə yeşə adamsan. Qaçıram camaat bax. Ayaklarım ağrıyor. Mən səni tuta bilməyəsən. Kaçan bilmirəm. Vay dene vurma. Vurma. Aşı ne istiyorsan ne olur? Vurma ne ağrıdır ne olur? Hara qaçın, ha? Ne olur ben ağrım? Sən öləsən, iki adamsan, mən əsəbləşdirmə. Səni çoban qoyanı kimi. Bəli. Qoyunların içindən bir yaxşı, narman səsi bir starçı qoyardım da. Niyə? Sənə ehtiyac var idi. 5 yaş adamsan, TikTok nədir ona da. Bax şəfdə sənə deyirəm. Sən bir də TikTok'a video qoysana. Məndən incimə. Gör nə olacaq. Şimdi ben koymamışam. Onu ben okudum. Gafarın oğlu yoktu. O çekip götürüp koyup o TikTok dinledi ona. Orada da bakımlar da. Mənə bak, indi orada çoxlu baxış olanda mənim turda koyman yazılır mı? Gic-gic danışma, turda boynadı o nədir? Özə səsin zadın yoxdur da. Gic-gic oxuysan, iç kimi zengildiysən. Kusura bəs də. Kim zengindi? Kim zengindi? O ses var, o istedat var. Mənə rəhmətli yatamdan qalıb. Ne danışsın? Son bir dəqiqə sən Ne oldu? Bu nə də? Dayan. Kimdi? Alo. Ben yoxam. Bəli. Ha, Kimdi? çoban. Tamam. Harı bilin. Zülfüqar mənimdir, bəli. Hada mənim çobanımdır, nə olur? Ne olur? Doğrudan. Ne? Onları ama 50 min yoxdur, 60 min. Ha. Belə, ciddisinizsə kartı atım, 1000 manat bek göndərin. Oldu. Ne oldu hemen? Bana belə baxma. Evim yıkıldı ha? Hayat ondan bu kafanın oğlu saldı menzibilədən. Mən uşaq tarırlar ne olur? Yox, Ayşəfdə, yox. Ayşəfdə, öpüm səni. Mat edeyim səni, bağrıma basım səni. Sənə görə zəng eləmişləri. O sənin videon partlayıb reklam istəyirlər. Mən dedim ki, 1000 manat bir hat. Doğrudan deyirsən. Ha, ne yaxşı. Ben ne oldu? Bir adamı söyürdün, dediysə sən mat eləyim. Yaxşı, zarafat edirdim da, zarafat edirdim. Ne? Duyana. Ne oldu? Alo.
Bəli, bəli, Zülfüqar müəllim, yox, müdürü yox, o prodüserudur. Biz indi çəkilişdəyik hal-hazırda. Hə, reklam çəkilişindəyik. Mən sizə özüm yığaram. Hə, vaxt edib zəng edərəm. Oldu da. Ay, sən elə partlatmısan. Ay, ikinci reklam gəlir buna da. Gör nə deyirəm, hə? Bəli. Bəlkə səni aparım Bakıya bu reklama görə. Abi sən nə qədər pul qazanarsan? Çalan pulu qazanarsan, şəfdə. Doğrudan deyirsən. Olmadı ki. Mənim atamı söyürdün ha, yadından çıxıb. Sən belə 200 manat ver, gedim halva pişirtdirim, paylayayım qonum-qonşulara sonra gedək. Doğrudan. He. 200 manat qurban da o dayıya. Allah ona rəhmət eləsin. Gəl hə. Şöyle qurban Ay sağ ol, çok sağ ol. Olmadı ki. Bir tane de xahişim var. Gedək qəbirstanlığa atamdan üzür iste, yoksa mən heç sana getməyəcəm. Narahat olmadı. Yolüstü kəsəndə deyərəm ona. Üzü xalq elə eləyərəm. Getmək istəmirsən, 50 manat ver, mən sən yerə gedib üzür istəyərəm. Doğru, 50 manat çoxdur. Yo, ver mənə. Yaxşı, gələ bu 50 manatı da. Gələ, şəfdə. Ayşə, bir 50 manat da ver, atam üçün dua oxutduraram. Gələ. Yo, sən bir dənə 50 ver də. Çox olmadı bu. Mənim dedəmə genç çatır da, biraz belə qanmaz adamdır. Ona görə 50 verim, molla saat yarım onun yanında qalmalıdır. Bu çoxdur da. İndi biz Bakıya gedirik ya, düzdür? Mən əyin baş almalıyam. Mənim üstüm başım püskümdədir. Mənim bir 500 manat da ver, əqqabıma bax 47 razmerdir. Mənim ayağım 39'dur. Şalvarım nə gündə, üstüm başım nə gündə. Giyim baş almalıyam Tofiqdən. Tofiqdə yaxşıdır. Qəşəng paltar. Məsələn, Rafiqdə yaxşıdır. İkisində də qəşəngdir. Çək edir, aklaslardır. Aklas nədir? Aklas da yəni orijinaldan biraz aşağı. Aklas maşındır. Yox, heç paltarlar da, orijinaldan biraz aşağı. Ne? Pəncəyim qapı rəngindədir, lan. Gördün borc yiyəsi gəlir belə söykən. Yanından gəlib kesəcək. Əla deyin. Zülüm müəllim, mən hazır. Əla. Mən amma biz Bakıya getmək üçün niyə taksi ilə gedirik ki? Başqa maşını yoxdur, Bəli. Bu maşından məndə 25 dənə var. Alıb vermişəm Sandra şirkətinə. Ayda pulum gəlir də. Gör qohumda, əqrəbədə. Taksi sertifikatı olan var. Gəlsin, üzüm qoşum Sandra ona. 1000 manat maşını alsın, 300 manat da bonus. Nətər dedin? Əla dedin. Özü mənə var, gör nə deyirəm. Gəl tələsik çıxaq Bakıya. Bayaqdan bir sən nə qədər zəhlər gəlir, Zülüm müəllim. Reklama görə. Zülüm müəllim, getməyinə gerək. İntihası evdə bizdə ərzaq yoxdur. Yeməyə heç nə yoxdur. Arvad uşaq acından ölər. Sən varsa mənə bir 500 manat ver. Evə nələrsə alım, sonra gedək. Narahat olma, gedək marketdən mən sənə bazarlıq eləyərəm. Eləyərsən? Otur. Otur, narahat olma. Gəl, hamısını həll edəcəm. Zəylər gəlir, zəylər. Sən öləsən. Reklam tutmuşuq, nəyi var? Gəl, ürəyin nə istəyir, Allah gedək, gəl. Hay, sağ ol Zülüm müəllim. Salam verir. Salam aleyküm qardaş, necəsiniz? Zəhmət olmasa mənə 5 kilo uzun düyü, 10 kilo da yumru düyü verin. Neyinirsən 10 kilo yumru düyünü? Uşağın əlinə bir boş qab versən, nedir qonşudan alıb gətirir də. Yox, elə şey olar, mən biraz qudurğan adamam. Getdim Bakıya, Bakı xoşuma gəldi, qaldım orada. Arvad uşaq nə yiyəcək? 10 dənə toğ ver bizə, geçən mutlu toğlar olur ha. Ondan ver, 7-8 kiloda bir şüşə konfet ver. Şüşə konfeti neyirsən? Yasa 1 kilo alınır o. Bu qaranı Rüstovkalısındır, qoyular ortalığa. 1 kilo bəsdir, lazımdır. Bildim, bizimkilər öyrəşib onadır. Mən hər dəfə yasa gedəndə o konfetdən qoyuram, zimə gətirirəm, evdəkilər yiyirlər. Öyrəşiblər, xoşları gəlir. Bir dənə qardaşım sən, mənim üçün səhərin buz kola qoy. Onu içməsən mənim günüm getmir. Onu iç elə. Üç elə. Hamı istəyir, kim görür hamı istəyir. Gör nə deyirəm, bu 17 dənə sıçan tələsi nə lazımdır? Ev deşik xəmərim var. Evi kesin dəfə saymışam, hər küncündə bir dənə deşiyi var, 17 dənə. Gedirəm şəhərə də baxma, bir dənə vaxt gələcəm. Hər deşiyin qabağına bir dənə tələ qoyacam, tutacam sıçanlar. Gedək Bakıya. İnanırsan, pul deməyəcək. Nə olar, nə olar? Alo, bəli, şəftənin prodüserudur Zülfüqar müəllim, eşidirəm. Bəli. Nətər? Olanmaz axı. Nə olur? Başa düşdüm. Yox. Qardaş, sən mənə o 72 sabunlar var, ondan ver. Davandaşı var ondur. Nə problemdir ki? Problem odur ki, şəftənin videoları yayılıb. Özdə qoyunlarla çox biabırçılıqdır. Nətər yəni qoyunlarla bildim qardaş, bəlkə bu süni intellekti köhnə videodur. Oranmaz axı. Mənə heç bir dəxli yoxdur. Mən behim geri qaytarır. Behnədir, qurban sənə. Atın bir videoya baxın, nədir də? Belə şey olanmaz axı. Mənim nə olur?
Ad boy verdin. Telematını kim adım o verdin oğlum? Aa, sen nətən adamsın ha? Nə qalmışam? Sən buna hərəkətlər verirsən ha? Çıxaq ey maçıya nə olur? Ay, yaxşı zən vurub deyirlər mənə ki, Şəftənin qoyunla videoları yayılıb ha. Pulunu silə bıraxdı. Getdi, reklamlar getdi, o getdi. Ha, bu qədər pulu xərclədim. Ha, sən də pulumu ver ha. Bildim pul var, pulun hamısı xərclədim. Nə dükana da mən qoyunla mən nə qara bilərəm? O nə demək? Ha, bəs tuzu bir gizlə vurman da qara. Pulumu ver ha. Bildim pul var, pulun hamısı xərclədim dükanda. Sən öyle sən gəl bura. Bildim nə? Göstərərəm qoyunla deyirəm. Nə olur, nə göstər? Gəl bura deyirəm. Nə qalmış? Gəl bir abi ya bura. Yalandan deyirəm.